Müzəffər Mədədoğlu Qasımov yarım müdafiəçi mövqeyində çıxış edən Sovet futbolçusu və məşqçisi. İdman ustası. Azərbaycan Respublikasının əməkdar məşqçisi. Gəncə şəhərinin fəxri sakini. Müzəffər Qasımov 23 fevral 1941-ci ildə Tovuz şəhərində anadan olub. Müzəffər Qasımov Tovuz futbol məktəbinin yetirməsidir, lakin daha çox Kəpəz Gənclər heyəti uğrunda çıxışları ilə tanınır. İlk futbol məşqçisi Təvəkkül Hüseynovdur. O, Tovuz komandasının tərkibində hələ 6-cı sinifdə oxuyarkən iştirak edib. 1952-ci ildə Tovuz şəhərinin 2 saylı orta məktəbini bitirib. 1959-cu ilin iyun ayında Toxucu Kirovabad ustaların futbol komandasına dəvət edildi. 1974-cü ilə qədər bu komandanın əsas heyətində çıxış etdi. 1965-1974-cü illərdə komandanın kapitanı olub. Bütün karyera Dinamo, Tərəqqi, Kəpəz adlarını daşıyan bu klubla bağlıdır. 1961-1974-cü illərdə Sovet dövrünün çempionatının müxtəlif liqalarında komandada oynadı. 1968-ci ildə Dinamo futbol klubunun heyətində 33 oyun keçirdi. 2011-ci ildən ömrünün sonuna qədər Gəncə Regional Futbol Federasiyasında yarışların təşkili və keçirilməsi üzrə koordinator, Gəncə Futbol Veteranları Klubunun icraçı direktoru və Kəpəz Peşəkar Futbol Klubunun müşahidə şurasının üzvü olub. Müzəffər Qasımov 21 iyul 2021-ci ildə 80 yaşında vəfat edib və Gəncədə dəfn edilib. Dəfn mərasimində Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.